Elhamdülillah və salatu və salamu alə Rasulillah və bə'd. Bugün sizə müxtəsər olaraq Uhud döyüşü haqqında məlumat verəcəyik. Deməli, Uhud döyüşü hicrətin 3-cü ilində baş vermişdir. Səbəbi də hicrətin 2-ci ilində Bədir döyüşündə məğlub olan Məkkə müşrikləri Məkkəyə dönərək və o döyüşdə Qureyşin bir çox seyidləri həlak olmuşdur, ölmüşdür. Və bu məğlubiyyəti içlərinə sindirə bilməyən Məkkə müşrikləri, Qureyşlilər geri dönərək digər döyüşə hazırlıq görürlər. Və Bədirdə onların sayı 1000 nəfər idi. 1000 nəfərlə gəlmişlər Bədir döyüşündə. Ancaq geri dönərək orada məğlub olurlar, geri dönürlər. 3000 nəfərlik qoşun toplayırlar ki, müsəlmanların üzərinə hücum etsinlər. Və 3000 nəfərlik qoşun toplayaraq müsəlmanların üzərinə gəlirlər. Və bu zaman xəbər Allah Rasulü sallallahu aleyhi və səlləmə gəlir bu məsələ haqqında hicrətin 3-cü ilində və Allah Rasulü sallallahu aleyhi və səlləm sahabələri toplayır və onlarla məşvərət edir, məsləhətləşir. Yəni, gələn müşrikləri, hücuma keçən müşrikləri harada qarşılayağın? Mədinənin içərisindəmi, şəhərin içindəmi, yoxsa şəhərin kənarındamı? Bəzi insanlar deyir ki, Mədinənin içində qarşılayağın, ancaq gənclər isə deyir ki, Mədinənin çölünə çıxaq, qırağa, kənara çıxağın, şəhərdə insanlar var, qadın, uşaqlar olduğuna görə şəhərin kənarına çıxaqın və o zamanlar da bu bölgə, yəni Uhud döyüşünün baş verdiyi bölgə, yəni bu da Uhudun dağına, bu gördüyünüz Uhud dağıdır. Bu dağa Allah Rasulü sallallahu aleyhi və səlləm taktikası belə idi ki, bu döyüşdə gəlirlər buraya, o zamanlar bura Mədinənin, yəni şəhərin kənarı idi. Allah Rasulü sallallahu aleyhi və səlləm buraya gəlir sahabələrlə birlikdə və döyüşə hazırlanırlar. Deməli, kafirlərin sayı olur 3000 nəfər, müsəlmanlar isə 1000 nəfərlə şəhərdən çıxırlar, artıq döyüş meydanına tərəf gəlirlər, və aleykümselam. Döyüş meydanına tərəf gəldikdə, deməli, onu da qeyd edim ki, dostlar, hicrətin 2-ci ilində olan Bədir döyüşünə Furqan döyüşü də deyilir. Yəni, haqdan batilin ayrılması, yəni kafirlərlə müsəlmanı ayırt etmək adı verilir. Ancaq bu döyüşə isə müsəlmanlarla münafiqlərin ayırt etmə adı verilir ki, bu döyüşdə münafiqlərlə müsəlmanlar seçilir. Və Allah Rasulü sallallahu aleyhi və səlləm artıq döyüş haqqında xəbər verir və döyüşə artıq Mədinənin kənarına yola çıxırlar. Və bu zaman Allah Rasulü sallallahu aleyhi və səlləm dirə deyilər, dəmir geyim, yəni döyüş hazırlığı üçün o dəmir geyimi geyinir ki, yəni zərər gəlməsin. Deməli, yola çıxdıqda yolun yarısından artıq orada münafiqlərin başı olur. O da digər insanlara və onlara da qatılan bəzi insanlarla yoldan geri qayıdırlar. Yəni 1000 nəfərlə şəhərdən çıxırlar, yolun yarısını gəldikdə 300 nəfər geri qayıdır. Ki, onlar bəzi bəhanələr gətirirlər. Halbuki onlar bəhanə idi, əsl olan döyüşmək istəmirlər ki, o fikri onların başına gətirənlərin qəlbində iman yox idi. Necə ki, ayətdə Allah Teala onları belə vəsf edir. Onlar deyir ki, لَوْ نَعْلَمُ قِتَالًا لَتَّبَعْنَاكُمْ Əgər orada döyüş olsa, biz sizə uyardıq. Yəni, demək istəyirlər ki, siz döyüşməyəsiniz, döyüş olan deyil. Və biz geri qaydırıq, bu bəhanəyi gətirərək geri dönürlər, 300 nəfər geri dönür və deməli, müsəlmanların sayı artıq 700 olaraq gəlirlər gördüyünüz bu meydana çıxırlar. Allah Rasulü sallallahu aleyhi və səlləm burada döyüş taktikasını qurur və bir arxa tərəfini Uhud dağına yaslayırlar, digər arxalarını da bura gördüyünüz bu dağa, indi biraz kiçik qalıbdır, Oxçular dağı deyilir. Oxçular dağı deyilir. Allah Rasulü sallallahu aleyhi və səlləm bir tərəfini Uhud dağına sökür, bir tərəf arxa tərəf, digər arxa tərəfə. Oraya 50 nəfər oxçu düzür, daha ki arxadan da hücum gəlməsin deyə və
onlara deyir ki, buradan enməyin, yəni arxaya qoruyun, nə olsa da, yəni görsəz ki, müşriklər məğlub olub, qənimətlər yerdə qalıb, heç bir halda aşağı düşməyin, məndən xəbər gəlməyincə. Və Allah Rasulü sallallahu aleyhi və səlləm çox açıq ibarələr işlədir. Çox açıq ki, heç bir halda düşməyin, mən sizə göstəriş verməyincə. Və beləliklə 50 nəfər oxçu oradan durur ki, daha ki, gələnlərə daha asad müqavimət göstərsinlər, arxadan hücum olmasın. Və beləliklə, yəni qısa biz danışırıq. Beləliklə döyüş başlayır. Artıq müsəlmanlar döyüşün ilk hissəsində qalib gəlirlər. Müşriklər isə öz qənimətlərini burada buraxıb geri çəkilməyə məcbur qalırlar. Və bu halı görən oxçular, müsəlmanların ordusu olan, o göstərdiyimiz dağın başında olan oxçular elə zənn edirlər ki, artıq döyüş bitib və qənimətlər orada qalıb və bu səbəblə yəni döyüş bitdiyini zənn edərək dağdan enirlər və bu halı, bu fürsəti istifadə edən müşriklərin ikinci qoşunu arxa tərəfdən artıq müsəlmanlara hücuma keçir. Beləliklə bu döyüşdə müsəlmanlar məğlub olmuş olurlar. Müsəlmanlardan 70 şəhid olur. 70 şəhid olur. Kafirlərdən isə yaxlaşıq 14-15 nəfər ölür. Müsəlmanlardan bu döyüşdə əsir götürülmür demək olar. Bədirdəki kimi. Bədirdə müsəlmanlar gəlib gəlir və çox əsir götürürlər. Ancaq burada müsəlmanlar məğlub olur. Ancaq müsəlmanlardan bəzi rəvayətlərdə gəldiyinə görə 1-2 əsir götürülür və onlar da sonradan şəhid olurlar. Və bu döyüşdə çoxlu ibrətli və məşhur sahabələr şəhid olur. Həmzə radiyallahu anhu, Ənəs radiyallahu anhu, Hənzəla radiyallahu anhu. Hansı ki, Hənzəlaya Allah Resulü sallallahu aleyhi ve sellem onun adına Qasilul Mələikə deyilir. Yəni döyüşə cunublu ikən gəlir və burada da şəhid olur və Allah Resulü sallallahu aleyhi ve sellem sonradan sahabələrə xəbər verərək deyir ki, mələklər onu qüsl edir. Mələklər onu qüsl edir. Adı da sahabənin Qasilul Mələikə qalır. Və bir çox məşhur sahabələr burada şəhid olur və gördüyünüz bura, bu həsarın içərisində 70 şəhid var. 70 şəhid buraya dəfn olunub. Təbii ki, bəlli deyil. Heç birinin yeri bəlli deyil. Amma bəlli olan nədir? Bu hasarın içərisindədirlər. Və beləliklə artıq müsəlmanlar geri çəkilir və döyüş bu şəkildə bitmiş olur. Barakallahu feykum.